Və Əli əleyhissalamın deyir, bayramla bağlı başqa bir xütbəsində Həzrət buyurur, İnnəmə huvə idun limən qabiləllahu siyəməhu və şəkərə qiyəmə. Həqiqətən bu bayram o kəslərən bayramdır ki, Allah onların oruclarını qəbul edib, namaz və ibadətlərin tərifləyib. Və həmin söz, bəhs bu sözdən sonra Həzrət buyurur ki, insanın Allaha üsyan etmədiyi hər bir gün bayramdır. Görürsünüz, fikir verirsə, Əli əleyhissalam Fitr bayramından danışırdı ki, Fitr bayramı kimlərin bayramıdır buyurdu. Buyurdu ki, Allahın orucunu qəbul etdiyi şəxslərin bayramıdır və namaz və ibadətlərin təriflədiyi. Kimlər ki, Ramazan ayında elə şəkildə oruç tutublar ki, Allah onların oruclarını qəbul edib, yəni Allaha itaət ediblər, ibadət ediblər. Günahlardan özlərini çəkindirib, qoruyublar. Allah da bunu nəzərə alıb, onların oruclarını qəbul edib. Ona görə də onların üçün Allah tərəfindən bu bayram sayılır. Ramazan, Fitr bayramı onlar üçün bayram sayılır. Və sonra buyurur ki, həqiqətən insanın Allah üsyan etmədiyi hər bir gün bayramdır. Niyə görə belə deyir? Həzrət demək istəyir ki, Ramazan ayında qoyruduğun halı hər hansı bir ayda, hər hansı bir gündə qoruyarsansa, necə ki, Ramazan ayında üsyan eləmirsən, günahdan özü çəkindirib qoruyursan, Allahın qəbuluna düşürsən, bağışlanmasına səbəb olursan, o halı hansısa bir gün, ilin hansısa bir ayı, hansısa bir günü qoruyub saxlayarsansa, elə həmin gündə bayramdır. Həzrət bu sözü ilə sanki insanlara bayramın mahiyyətini çatdırır. Düzdür ki, biz indi Fitr bayramında təbii ki, salamlaşırıq, müsəlmanlar, dostlar, qohum-əqrəbə və s. və baxır, bayramlaşırıq, bir-birimizi təbrik edirik, şadiyana keçirməyə çalışırıq. Bir-birindən gözəl, təzə libaslar geyinilir. Bunlar düzdür, amma ki, mahiyyət cəhətdən götürəndə bayram bunlarla ölçülmür. Bayramın mahiyyəti ilahi məğfirətlə ölçülür.